Və ona görə mömin nə qədər güclü olarsa, imanı güclü olarsa, Allah qatında dərəcəsi, cənnətdə olan mükafatı o qədər artıq olar. Bax, Allah Azə və Cəllə nə deyir? Ulaikə humul mu'minun haqqa. Yəni, Allah üçün çalışanlar, salih əməllərdə yarışanlar, hansı ki, ibadətlərinə, dininə fikir verənlər, onlar həqiqi möminlərdir. Ləhum dərəcətun ində rabbihim və məğfirətun və rizqun kərim. Deyir, onlar üçün Rəbbi qatında bağışlanma, dərəcələr, bağışlanma və kərim olan bir ruzi var. Kərim, səxavətli bir ruzi var. Yəni, onların gözləmədiyi, gözlərini sevindirəcək bir ruzi olacaq Allah qatında. Undur keyfə faddalna ba'dahum alə ba'd. Deyir, bax, deyir, mən onları necə bir-birindən üstün etdim. Yəni, möminlər bir-birindən üstündür. Necə ki, peyğəmbərlər də bir-birindən üstündür iman dərəcəsində. Allah Teala insanları müəyyən dərəcələrlə yaradıb imanla və yaxud da onlara iman dərəcələrini müxtəlif dərəcələrdə bəxş edib. Deyir ki, vələl əxirətu əkbəru dərəcətin və əkbəru tafdilə. Onlar dünyada necə müxtəlifdirlərsə, axirətdə də deyir, daha böyük dərəcələr olacaq. Daha böyük fərqlər olacaq arasında. Və əkbəru tafdilə. Fəzilət cəhətdən çoxları olacaq. Ona görə insan bu dünyada ibadətinə diqqət etməlidir ki, axirətdə peşman olmasın. Hətta cənnət əhli olacaq. Amma deyəcək, Subhanallah, filan kəsə bax, ibadət etdi, vaxtını ibadətdə keç. Allah Subhanahu taala dediklərindən yayınmadı. Onun dərəcələrinə bax, mənim dərəcəmə bax. Fikirsən, İbn Abbas deyir ki, qiyamət günü alimlərlə abidlər arasında deyir, bizimlə ulduzlar arası necə görünür? Deyir, o qədər cənnətdə fərq olacaq. Deyir, onlar alimlərə ulduzlar kimi baxacaqlar. Deyəcəklər, Subhanallah, onların dərəcələri oradadır. Yəni, o qədər fərq olacaq. Deyir, ona görə insanlar qiyamət günün adlarından bir nədir? Peşmançılıq günü. Və sonra Allah Teala deyir, "Yarfa'ullahu allazina amanu minkum vallazina utul ilma darajat." Deyir, Allah sizdən iman gətirənlərin və xüsusən də elm sahiblərinin dərəcələrini artırar. Vallahu bima ta'maluna xabir. Deyir, Allah sizin etdiklərinizdən xəbərdardır. Və Allah Teala nə edir? İman gətirənlərin dərəcəsini artırır. Xüsusən kim elm öyrənir, Allah Teala dərəcəsini artırır. Həqiqətən. Yəni Allah Teala kim elm öyrənir, Allahın elmini, Allah Teala onun dərəcəsini artıracaq. Deyir, Şeyx Hafiz Həkəmi rahimehullah deyir ki, deyir, və kəmə əxbarallahu Teala təbarəkə və Teala an təfavutihim fil iman fi dar təklif. Necə Allah xəbər verir ki, bizə təklif diyarında, yəni dünyada ikən bizim möminlərin imanları fərqlidir. Və kəzəlikə ca'aləl cənnətəlləti hiyə daru səvab mutavafitətən əd-dərəcəti. Deyir ki, mutavafitət əd-dərəcəti. Deyir ki, necə ki bu dünyada dərəcələri fərqlidir, eləcə də deyir, onların cənnətdə olan dərəcələri də fərqli olacaq. Yəni ki, çünki mə'kûnü kullun minhumə fihə. Yəni, baxmayaraq, hamısı orada olacaq. Hamı cənnətdə olacaq, amma dərəcələr fərqli olacaq. Ona görə cənnətin çoxlu dərəcələri var. Və bəzi alimlər deyirlər ki, cənnətin dərəcələri Quran ayələrinin sayı qədərdir. Çünki qiyamət günü kim Quranı nə qədər çox əzbər bilir, ona deyiləcək ki, iqra vərtəqi. Oxu və yüksəl. Deyir, sənin ən axırıncı ayən nə əzbər bilirsənsə Qurandan, ən axırıncı ayə orada dayandığın. Oxu və ucal, bəli. İqra vərtəqi, oxu və ucal. Və həmçinin Allah Teala nə deyir? Rahman surəsində bu dərəcələr haqqında, bu cənnət haqqında bizə xəbər verir. Divali mən xafə məqamə rabbihi cənnətən. Deyir ki, Rəbbinin məqamından qorxanlar üçün iki cənnət vardır. Deyir ki, fəbi əyyi ələ ilə rabbikumə tükəzzibən. Fəbi əyyi ələ-i rabbikumə tükəzzibən. Deyir, siz Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Cəvatə əfnən. Deyir, orada cürbəcür meyvələr olacaq. Deyir ki, fəbi əyyi ələ-i rabbikumə tükəzzibən. Deyir, Rəbbinin hansı nemətlərini yalan saya bilərsiniz? Belə olduqda, Rəbbinin hansı nemətlərini yalan saya bilərsiniz? Fihimə aynəni təcriyən. Deyir, orada deyir, yəni yerdən çıxan iki gözəl bulaq olacaq. Fəbi əyyi ələ-i rabbikumə tükəzzibən. Deyir, siz Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Fihimə min kulli fəkihətin zəvcən. Deyir, orada hər bir meyvədən iki cüt-cüt olacaq. Hər meyvədən cüt-cüt olacaq. Yəni, növündən cüt-cüt olacaq. Amma o cüt-cütlərin sayı hesabı olmayacaq. Növündən cüt-cüt olacaq. Deyir, fəbi əyyi ələ-i rabbikumə tükəzzibən. Yəni, belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz? Muttəki'inə alə furuşin batainuhə min istəbraq. Deyir ki, orada onlar elə bir
yataqlara, döşəklərə uzanacaqlar. Onların yorğanları, döşəkləri istabraqdan olacaq. İstabraq yəni bahalı tük. Yəni hansı ki insanın ağlına da gəlmir necə olacaq o. Və cənəl cənnəteyni dən. O cənnətin meyvələri yaxın olacaq. Biri var, sən bəzən olur, hətta öz həyatında ağac olur, yaxşı meyvələr olur, amma deyirsən, bunu necə üzəcəm görəsən? Görəsən, necə onu dərəcəm? Necə onu yiyəcəm? Məşəqqət, əziyyət. Amma Allah Teala nə deyir? Və cənəl cənnəteyni dən. O iki cənnətin meyvələri yaxın olacaq. Dən, qutufuhə dəniyə. Deyir, onun meyvələri yaxın olacaq. Deyir ki, başqa ayədə deyir. Deyir ki, fəbi əyyə əhlə-i rabbikumə tükəzzibən. Deyir, belə olduqda siz Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Fihinnə qasiratut tarfi. Ləm yatmishunna insun qablahum və la can. Deyir, orada deyir, gözəl qadınlar olacaq. Deyir, onların gözləri, yəni onları deyir, bundan qabaq heç bir nə insan, nə də heç bir cin, heç bir kəs görməyib. Elə qadınlar olacaq. İnnə qasiratut tarfi ləm yatmishunna insun qablahum və la can. Deyir ki, orada elə qadınlar olacaq ki, deyir, bundan qabaq onları nə bir insan, nə də bir cin deyir, onları görməyib. Fəbi əyyə ələ'i rabbikumə tükəzzibən. Siz belə olduqda Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Deyir ki, ənəhunnəl yaqut vəl mərcan. Deyir, onlar yaqut və mərcan kimi olacaqlar. Deyir, fəbi əyyə ələ'i rabbikumə tükəzzibən. Deyir, belə olduqda siz Rəbbinizin hansı neymətlərini yalan saya bilərsiniz? Yəni, bu qədər görsən cənnətdə neymətlər olacaq. Allah Azza və Cəllə necə ki, hədisdə gəlib, nə deyir? Ədəttul ibadiyə. Ədəttu ibadiyə. Deyir ki, ni'əmən. Mə lə aynu rəət. Deyir, qullarım üçün elə bir neymətlər hazırlamışam. Deyir, heç bir göz görməyib onları. Və lə uzunun səmiət. Deyir, heç bir qulaq o haqda eşitməyib. Və lə xatara alə qalbi bəşər. Deyir ki, bəşər qəlbinin xatirəsinə belə gəlməyib. Fikir, bəşər qəlbinin heç xatirəsinə belə gəlməyib. Yəni, həmin nələr? Neymətlər. Deməli, nə deməkdir? Heç bir göz görməyib, heç bir qulaq eşitməyib, heç ağlımıza da belə gəlmir ki, orada belə neymətlər ola bilər. Aydındır. Və digər ayətdə Allah Mutaffifin surasında deyir, İnnəl əbrara ləfi nəim. Deyir, xeyrxalq insanlar, yəni o xeyrxalq əməllər edənlər, neymətlər içində olacaqlar. Aləl əraiki yanzurun. Deyir, onlar taxtlar üzərində oturub Rəbbinə baxacaqlar. Subhanallah lazım. Deyəm, gör Rəbbimizin qüdrətinə və gör Rəbbimizin yəni, hikmətinə, elminə, qullara olan rəhmətinə bax. İnsanlar ayaq üstə baxmayacaq Rəbbinə. Aləl əraiki yanzurun. Əraiklər, taxtlar üzərində. Deyir, o taxtların üzərində onlar elə olacaqlar. Deyir, oturmaqdan, uzanmaqdan daha rahat vəziyyətdə olacaqlar. Subhanallah lazım. Oturmaqdan, insan oturanda rahatlaşır da və uzananda daha rahat olsan. Deyir, oturmaqdan və uzanmaqdan daha rahat olacaq onun üzərində. Deyir, aləl əraiki yanzurun. Deyir, onlar Rəblərinə baxacaqlar. Burada Rəblərinə baxacaq yoxdur. Bəs hardan bu Rəblərinə baxacaqsan? Çünki bundan qabaqki ayətlər nə deyir? Deyir ki, onlar Rəblərindən hicablanacaqlar. Yəni, onlar Rəblərini görməkdən qadağan olur. Kimlər? Günahkarlar. Onlar, yəni Rəbbini görməkdən, yəni nə olacaq? Qadağan olacaq onlara. Mutaffifin surasını. Allah bizə nəsib eləsin Allahı görməyi. Deyir, tə'rifu fi vucuhihim nadratan na'im. Deyir, onların üzündə nemət nə olacaq? Parlaqlığı olacaq. Onların üzündən nemət. Yəni, o qədər onlar nemətlənəcəklər ki, üzlərindən nur töküləcək. Deyir ki, yusqavna min rahiqin məxtum. Deyir, onlara məxtum ağacının, rahiq ağacının bulağının suyundan içiriləcək. Xitamuhu misk. Deyir, onun deyir, başlanğıcı miskdəndir. Və fi zəlikə fəliyyətənəfəsil mütənəfisun. Deyir, qoy yarışanlar bu neymətlər üçün yarışsınlar. Yəni, qoy dünyada, yəni başqa şeylər, baxırsan, insanlar bir-birinə yarışır. O deyir ki, mənim maşınım daha yaxşı olsun, bu deyir ki, mənim evim daha yaxşı olsun, bu deyir ki, mənim filan şeyim daha yaxşı olsun. Allah təala deyir ki, və fi zəlikə fəliyyətənəfəsil mütənəfisun. Qoy yarışanlar bu cənnət üçün yarışsın. Əbədi həyat üçün yarışsın. Deyir ki, və mizacuhu min təsnim. Deyir, o elə bir bulaq olacaq ki, ona təsnim suyundan yəni qarışacaq, yəni təslimdən qarışacaq. Aynən yəşrəbu bihə əl-muqarrabun. Deyir, ona yalnız muqarrablar neyəcək? Ondan içəcəklər. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə deyir, bu ilə də yekunlaşdırırıq. Deyir ki,
Allah Resulü sallallahu aleyhi ve sellem cənnətən min fiddatin əniyətuhuma və mə fihimə. Deyir ki, iki cənnət var ki, deyir, o iki cənnətin deyir, orada nə varsa, hər şey gümüşdəndir və qabları da gümüşdəndir. Və mə fihimə və orada nə varsa deyir, hamısı gümüşdür deyir. Və cənnətən min zəhəbin. Deyir, iki cənnət də var ki, deyir, qızıldan da. Əniyətuhuma, qabları da. Və mə fihimə. Deyir, orada nə varsa hamısı nədəndir? Qızıldandır. Və mə beynəl qovmi və beynə ən yanzuru ilə Rabbihim illə ridəəl kibriyə. Deyir ki, və onlar deyir, o qədər neymət içində olacaqlar. Deyir, onlarla Rəbləri arasında sadəcə kibriya, Allahın təkəbbürlük ridası olacaq ki, o ridanı Allah Taala götürən kimi onlar Rəbbinə baxacaqlar. Alə vəcih fi cənnəti adnin. Yəni Allah Azza və Cəllə hər dəfə o kibriya ridasını götürən kimi onlar Allahı görəcəklər. Ədin cənnətində olan. Allah bizi görməyi nəsib eləsin. Ona görə yəni baxın Allah Azza və Cəllənin qüdrətinə. Gör nələr yaradıb qullar üçün. Subhanallahil azim. Allah bilir necə olacaq. Yəni təsəvvür et. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Lə təşrabu fi aniyati zəhəb vəl fidda." Deyir ki, qızıl və gümüş qablardan eləməyin, içməyin. Və lə təakuluha və onları yeməyin. Fə innahuma ləhum fid-dunya və lənə fil-axirə. Çünki onlar deyir, qiyamət dünyada ikən onlarındır, axirətdə isə bizimdir.